Salam olsun hər bir kəsə. Mən bugün sizə daha bir Amerikan sortu birinci klass kişmiş üzüm ratatouille barədə məlumat vermək istəyirəm. Dadı çox möhtəşəm bir dadı var. Karamel və pambıq marojnaya yaxın bir dadı var. Eyni anda həm karameli hiss edirsiniz, həm pambıq marojnanı. Niyə əminliklə deyirəm? Çünki keçən il siqnal gözü vermişdir. Keçən il mən bunu yoxlamışam. Sortun o olmağından əminəm. İndi sizə biraz məhsuldarlığı haqqında danışım. Bildiyiniz kimi bu üzümləri mən hamısını keçən il əkmişəm. Keçən il kimi mən nə üzümlə məşğul olmurdum, nə marağım var idi. Keçən il əkdiyim ildə siqnal gözü verdi və bu il artıq ikinci vegetasiya dövründə baxın, hər gözdə aşağısı 2 salxım var. Təbii ki, mən bu il üzüm satışı həyata keçirməyi düşünmürəm, ona görə narimirovka eləyib azaldacağam. Və narimirovkadan qabaq istədim sizə məhsuldarlığını göstərim. İrəliləyən vaxtlarda ratatouille ilə bağlı sizə daha böyük, daha uzun, daha gözəl bir video çəkməyi planlaşdırıram. Yeri gəlmişkən bu sortdan Azərbaycanda 2 ya 3 nəfərdə təxmin edirəm ki, var. Elə çox deyil. Baxın. Hər gözdə, yəni boş bir göz demək olar ki, yoxdur. Təbii ki, bax qeyd etdiyim kimi mən bunları narimirovka və formirovka edəcəm. Maksimum burada 10 salxım saxlayaram. Baxın. Ad ratatouille. Amerikan kişmiş üzümü.